Bir daha salamlayıram sizi. İndi isə mövzumuz mezolit dövrüdür. Mezolit dövrü eramızdan əvvəl 12 və 8-ci minillikləri əhatə edir. Əsasən bu dövrü ox və kamanın ixtirası dövrü adlandırırlar və hətta o dövrü şərh edən bir şəkil. Deməli uşaqlar, mezolit dövrünün əsas məşğuliyyəti, yəni o dövrdə olan insanın əsas məşğuliyyəti ovçuluq idi, yığıcılıq idi və buraya əlavə olunub bağçılıq. İlk insan nə idi? Bacarıqlı insan. Bacarıqlı insan əsas məşğuliyyəti nə idi? Ovçuluq və yığıcılıq. Amma mezolit dövrünün insanın əsas məşğuliyyəti nə oldu? Həm yığıcılıq, həm ovçuluq və əlavə onu nə? Balıqçılıq. Aydındır? Əla. İndi mezolit dövrünün ən böyük kəşfi ox və kaman idi. Ox və kaman bilirsiniz nədir? Baxın uşaqlar. Ox bu gördüyünüzdür, kaman isə budur. Yaxşı. Bunun sayəsində insanlar artıq heyvanlar uzaq məsafədən ovlayırdılar və qida ehtiyatları artmış oldu. Aydındır və eyni zamanda heyvanların əhəlləşdirilməsinə başlanıldı. Aydındır burada? Əla. Heyvanların əhəlləşdirilməsi başlayan zaman ilk əhəlləşdirilmiş heyvan oldu. Nə? İt idi. Və bu zaman ibtidai əkinçilik, ibtidai maldarlığın əsası qoyuldu. İlk əkinçilik vərdişləri yarandı. Əmək alətləri daş, dəvə gözü və sümükdən hazırlanırdı. Ən əsası mikroik əmək alətləri hazırlanırdı. Mikroik əmək alətləri nə idi? Kiçik daşdan, yəni əmək alətləri hazırlanırdı. Sonra axirət dünyasına inam artdı. İnsanlar artıq dəfn edən zaman onları necə deyim? Evlərdən qıraqda məişət əşyaları qoyurdular. Onları bastıran zaman evlərdən qıraqda məişət əşyaları qoyurdular. Dəfn edən zaman başım biraz getdi, təzən gəl nəysə. Burada 2 dənə abidə var idi. Bu əsasən Qobustan və Damcılı mağaralardır. Onu sizə xəritədə göstərim. Qartalın başını görürsüz? Yəni Bakı. Bakının düz yanında nədir? Qobustan. Deməli Qobustanın hansıdır? Qobustan mağarası. Gəldik. İndi biz buradan tapırıq Qazaxı. Qazax hardadır? Gördüyünüz bu hissədə. Deməli Qazaxda hansı abidə oldu? Damcılı. Qobustan, Damcılı. Aydın oldu. Deməli bunlar hansı abidədir? Mezolit dövrünün abidəsidir. Bəs yaxşı, tağlar və azıq harda yerləşirdi? Xocavənddə. Əla. Keçirik indi mezolitə. Mezolit dövrümüz haqqında bu qədər. Və Qobustanın mağarasında belə kiçik bir şey izah edim sizə. Burada İtalyan alimi Turheyer də var idi. Onun düşüncəsinə görə məhz Qobustanda çəkilmiş bu qayaüz təsvirlərin sayəsində Azərbaycan gəmiçiliyinin ən qədim gəmiçilik məskəni hesab olunur. Və burada nəyi sizə izah edim başqa? Məncə izah ediləsi başqa işinə qalmadı. Bir də daşbüt mezolit dövrüdür, harpun mezolit dövrüdür. Əla. Keçirik biz hara? Neolit dövrünə. Neolit dövrü əsasən eramızdan əvvəl 8 və 6-cı minillikləri əhatə edir. Bu dövrdə başqa adlandırırlar nə? Oturaq həyata keçirmə. Oturaq həyata keçirmə nə idi? İzah eləmişdim sizə. Dedim ki, məsələn, tutalım ki, keçmişdə insanlar bir dənə yerdə qalmırdılar. Məsələn, bu gün Qırlıyandadılar, bu gün keçirlər Rusiyaya tutalım, ya Bakıya keçirlər. Yəni, bu kimi artırdı. Amma oturaq həyat nədir? Artıq, məsələn, bir dənə Azərbaycanda oturub öz məşğuliyyətinin, ovçuluğu ilə məşğul olurdu, tutalım. Bostları ilə məşğul olurdu. Oturaq həyat bu idi, əkinçiliyi ilə məşğul olurdu. Burada nə yarandı? Burada bir də mezolit dövrünün ən önəmli şey nə idi uşaqlar? İstehsala keçid baş verdi. Aydındır. İstehlakdan istehsala. İstehlak nə zaman yaranmışdı? İstehlak yaranmışdı ad paleolit dövründə. İstehsal nə zaman yarandı? Mezolit dövründə. Deməli mezolit dövründə yaranan istehsal. İstehlak nə idi? Təbiətdə məhsulları hazır şəkildə mənimsəmək nə idi? İstehlak. İstehsal nədir? Həm təbiətdə məhsulları hazır mənimsəmək, həm də həmin məhsulları təbiətə geri qaytarmaq. Aydındır. Demək, istehlakdan istehsala keçid hansı dövrdür? Mezolit dövrü. Əla. İndi keçdik neolit dövrünə keçə bilərik. Deməli, uşaqlar, bu dövrdə əkinçilik malları əsas məşğuliyyət idi. Bu dövrdə daha sonra istehsal təsərrüfatı meydana gəldi. Deməli, keçid hansı dövr idi? Mezolit. Nə zaman meydana gəldi bəs? Neolit dövründə. Artıq daha sonra burada nə baş verdi dedik? Toxuculuq yarandı. İnsanlar daşları deşməyi, cızalamağı öyrəndi və duluzçuluq, göndərişləmə yarandı. Bunların üçü bir yerdə nədir? Neolit inqilabı. Aydındır? Məncə aydındır.
Daha sonra uşaqlar burada abidələr var idi. Tovuzda Göytəpə idi, Ağcabədidə Kamiltəpə, Naxçıvanda Gəncə-Qazax bölgəsində abidələr var. Əsas biz ikisini bilməliyik, Göytəpə və Kamiltəpə. Məhz bu abidələr sayəsində nə bilim, buradan tapılmış toxular, oraq dişləri və bəzi istehsal alətləri tapılmışdı. İndi mən sizə həmin göstərim. Baxın uşaqlar, bu bizim xəritəmiz. Ağcabədidə nə yerləşir dedik? Kamiltəpə. Tovuzda nə yerləşir dedik? Nə yerləşdi? Göytəpə. Aydındır? Əla. İndi Neolit dövrü haqqında bu qədər. Keçirik Eneolit dövrünə. Eneolit dövrü nədir? Uşaqlar, Eneolit dövrü əsasən daşın sonu, tuncun əvvəlində yaranmış bir dövrdür. Əsasən bu dövr adlandırırlar metala keçid, yəni mis daş dövrü, Eneolit dövrü adlanan yeni və ən yeni daş dövrü hesab olunur. Bu dövrün xronologiyası eramızdan əvvəl 6 və 4-cü min illəri əhatə edir. Əsasən daşdan tunc dövrünə keçid mərhələsidir. İlk dəfə insanlar metalla tanış oldular və əsasən bu Gədəbəydə, Daşkəsən, Qarabağ dağlıq hissəsində məhz burada nə tapılmışdı? Zəngin mis yataqları tapılmışdı. Bu dövrdə evlər dairəvi formada, çiy kərpicdən çay kənarında tikilirdi. Sonra əkinçilik, maldarlıq daha da inkişaf elədi. Bu dövr toxa əkinçiliyi yarandı. Toxa əkinçiliyi yaranmadı. Toxa əkinçiliyi nə vaxt yarandı? Neolit dövründə. Bu dövr isə toxa əkinçiliyi inkişafı dövrüdür. Yaxşı. Sonra burada nə var idi dedik? Bütün ev heyvanların əhəlləşdirilməsi başa çatdı. Sonuncu əhəlləşdirilmiş heyvan nə idi? Nə idi? Nə idi? At. Aferin. Sənətkarlıqda bəzi dəyişikliklər baş verdi. Əsasən sənətkarlıq əhalinin əsas məşğuliyyəti oldu. Və insanların dəfn adətlərində də dəyişiklik baş verdi uşaqlar. Bu zaman artıq insanlar evlərin içində basırlar. Hətta 2 dənə məsələn evin ortasına basır və onların üzərinə qırmızı qan rəmzi sayılan oxura səpirdilər. Aydındır, bu da bizə bu qədər. Eneolit dövründə yeniliklər nə idi? Qadının müqəddəs varlıq hesab olunması, daha sonra bizə məlum olan bütün ev heyvanları əhəlləşdirmə sona çatması, insanların metala tanışlığı, vəfat edənlərin üzünə qırmızı oxran olması və ovçuluq, balıqçılıq 2-ci dərəcəli məşğuliyyətə çevrilməsi. Əla, bu dövrdə bu qədər. Sağ olun.